Salam qızlar, hər vaxtınız xeyir olsun. Yenə həmişə olduğu kimi ev vlogu ilə qarşınızdayam. Bir neçə müddətdir ki, ev vlogu bölüşə bilmirdim. Hədsiz çox mesaj alırdım ki, ev vlogu gəlsin, ev vlog gəlsin. Axır ki, çəkə bildim. İnşallah indən sonra tez-tez çəkəcəm. Bu arada, yəni burada çox tələsik iş görürdüm, çünki tələsirdim. Çəkilişə getməliyəm və işləri çatdırmalıyam. Biraz qablarımız var idi, çünki evdə qonaqlar var idi. Ona görə qablar çoxdur. Qabları yudum qəşəng. Yəni stəkanlar həmişə olduğu kimi yenə də çoxdur. Boş qablar azdır. Burada qəşəng suya çəkirəm. Daha sonra keçəcəm boş qablara. Boş qablar dediyim kimi çox deyil. Daha sonra keçirəm qaza. Qazın üstü biraz ləkəli idi. Yeməyi bişirdiyim üçün ləkə bağlayıb. Buranı da qəşəng təmizlədim. Qazın ətrafını təmizlədim. Sonra keçdim bu vanikin ətrafına. Oranı da qəşəng təmizlədim. Sonra keçdim süpürgəyə. Təzə qızlar iş öyrənmişəm. Birinci belə süpürgə ilə süpürürəm. Daha sonra silirəm. Ondan sonra üstündən bir dənə də toz soranla qəşəng toz soranlayıram. Onda daha qəşəng təmiz olur. Əgər yoxlamamısınızsa yoxlayın. Super olur da yəni. Təmizlik super olur. Bir də bu arada qızlar, bilirsiniz ki, mən Home-da çalışıram. Maaşa çıxmışam. Yüksək məbləğdə qəşəng gəlir əldə edirəm və komandamda olan xanımlar da qazanır. Ondan əlavə komandamda başqa xanımlar var ki, qəşəng qızıllar qazanıblar. Siz də mənə qoşulub, komandama qoşulub, qəşəng yüksək məbləğdə evdə oturaraq gəlir əldə etmək istəyirsinizsə, link qoyacağım bura. Linkə daxil olun. Mənim qrupumda işə başlayın, işləyin. Yəni, həqiqətən super işdir. Burada da zala keçdim. Evi silmək yerini çəkəndə zaretkam ölüb, mənim də xəbərim yox. Opşu silmişəm, biraz çəkib, çox az çəkib də, yəni təsəvvür edin. Mən də elə bilmişəm ki, çəkir. Daha sonra keçdim, qəşəng paltarları qataladım. Biraz zaretka yığandan sonra. Ondan əlavə də buraları biraz səliqə saldım. Dəhşət batmışdı, yəni. Çox pis səliqəsiz olmuşdu. Sonra keçdim güzgülərə, güzgüləri sildim. Mən demək olar ki, yəni həftədə 3 dəfə, 4 dəfə güzgü silirəm. Hamam tualet təmiz idi. Ona görə belə çəkdim. Burada da güzgü təmiz idi.